Beğeni keçən mövzu ki, kimlər işdən çıxardıra bilməz. Hətta qeyri-qanuna işdə pozsalar. Siyahını qeyd edirəm, hörmətli izləyicilər. Deməli, siyahı nədən ibarətdir onu deyim. Əvvəl siyahını deyəcəksən, sonra deyəcəksən ki, hansı səhvdə iş yerlərini təqdim etməlisiniz ki, həmin qanun sizə şamil olunsun. Yəni sizdən işdən çıxartmasınlar sizi. Eyni zamanda belə deyək də, yəni attestasiyaya imtahan dəvət eləməsinlər. Birinci növbədə qeyd edin ki, hamilə qadınlar yəni işdən çıxardıra bilməz. Eyni zamanda əgər işləyirsə hamiləlik dövründə, yəni ki, belə deyək də, natamam işləyə bilər. Tam işsaatı yox, yancıq işsaatı işləyə bilər. Əmək haqqını geniş ala bilər. Hörmətli izləyicilər. Geniş deyəndə yəni tam ala bilər əmək haqqı. Eyni zamanda qeyd edin ki, uşağın 3 yaşına qədər tək baxan ana və ata yəni işdən çıxardıra bilməz. Və analıq məzuniyyətində olan ana uşağın 4 yaşına qədər məcburi attestasiya cəlb oluna bilməz. Nəzərə alın. Birinci qrup ailəyə qulluq edən şəxslər yəni iş yerindən işdən çıxardıra bilməz. Attestasiyaya məcburi qaçqın köçürülənə 18 yaşına qədər tamam olmuş uşaq var. Yəni ki, 18 yaşı tamam olmamış işləyən uşaq varsa, attestasiya cəlb oluna bilməz. Hörmətli izləyicilər, nəzərə alın. Və kimlər işdən çıxardıra bilməz, bir məsələ qeyd edir, şəkərli diabet xəstələri. İndi keçən məsələ ki, hansı səhvdə təqdim etməlidir? Hörmətli izləyicilər, onu qeyd edirəm. Deməli, hamilə qadınlar iş yerinə hamiləlik haqqında araşdırma təqdim etməlidir. Tək uşağı böyüdən ana, atanın vəfat etməsi haqqında, ölüm haqqında şəhadətnamə təqdim etməlidir. Və ya tək böyüdüsə, uşağın doğum haqqında şəhadətnamədə ata adı yazılmışsa, Hasan xidmətdə təkənarı haqqında araşdırma alaraq təqdim edə bilər. Hörmətli izləyicilər. Digər şəxslər, məsəl üçün şəkərli diabet xəstələri haqqında sənədi təqdim etməlidir. Mütləq qaydada. Yəni attestasiya dövrüsə, qaçqın və məcburi köçkün, yəni qaçqın və məcburi köçkün olmaq haqqında sənədi təqdim etməlidir. Qeyd edin ki, hörmətli izləyicilər, burada bir incəlik var. Ana əgər məzuniyyətdədirsə, analıq məzuniyyətində, o uşağın 4 yaşına qədər attestasiyasını keçə bilməz. Əgər yox, işləyibsə, onu keçəcək. O incəliyini nəzərə alın, hörmətli izləyicilər, mütləq qaydada. Yəni elə incəliklər var. Hətta bu siyahını çəkdim.